Size bu videoda trigonometrik funksiyaların dövrü haqqında məlumat verəcəm. Deməli, y bərabərdir sinus x, y bərabərdir kosinus x funksiyalarının ən kiçik dövrü bərabərdir 2 pi. Amma y bərabərdir tangens x, y bərabərdir kotangens x funksiyalarının ən kiçik dövrü isə bərabərdir pi'yə. Bu sinus x, kosinus x, tangens və kotangens x funksiyaları qüvvət şəklində verilərsə, yəni bu şəkildə verilərsə, məsələn, y bərabərdir sinus, məsələn, qüvvəti tək olan şəkildə, məsələn, 2n minus 1 kx üstə gəl b şəklində verilərsə və həmçinin kosinus x funksiyası kx üstə gəl b şəklində verilərsə, bunların ən kiçik dövrü, yəni qüvvət tək olanda, deməli, ən kiçik dövrü bərabərdir 2 pi bölünsün modul k-ya. Yəni buradakı k, buradakı k'dır. Yəni qüvvət tək olanda 2 pi bölünsün k-ya bərabərdir. Amma qüvvət cüt olarsa, yəni y bərabərdir sinus 2n kx üstə gəl b şəklində olarsa, həmçinin də kosinus funksiyası 2n kx üstə gəl b şəklində olarsa, bunun deməli ən kiçik dövrü bərabərdir, deməli pi bölünsün modul k-ya. Amma sinus və kosinus funksiyalarının fərqli olaraq tangens və kotangens funksiyalarının qüvvəti həm tək və ya həm cüt olarsa fərqi yoxdur. Deməli, həm tək, həm cüt olarsa. Bunun ən kiçik dövrü bərabər neçəyə? Ən kiçik dövrü burada t olmalıdır. Deməli, pi bölünsün modul k-ya bərabərdir. Burada yəni n, burada yəni n. N burada həm tək, həm cüt halı üçün doğrudur. Halı üçün doğrudur. Doğrudur.